Əziz möminlər, bildiyiniz kimi artıq Rəcəb ayındayıq. Mübarək Rəcəb ayındayıq. Təbərrük üçün əksəriyyətinizin xəbəri var, amma təbərrük üçün mən də öz tərəfimdən Rəcəb ayının fəzilətlərindən, xüsusiyyətlərindən bir neçə kəlmə bu cümlədə qeyd etmək istəyirəm. Əvvəla, Quran-ı-Kərim Rəcəb ayı haqqında buyurur ki, Allah qatında 12 ay var. Minha ərbəətun hurum. Onlardan 4'ü haram aydı. Haram yəni qadağan. Yəni qadağan olunmuş aydı. Məsələn, deyirik, Məscidül Haram. Kəbəyə nə deyirik? Məscidül Haram. Haram aydı. O demək öyle, haramda oraya girmək olmaz. Yox. Haramdır orada sərbəst olmaq, istədiyini eləmək. Orada qadağanlar var. Qadağan, haram yəni qadağan. Orada müəyyən qadağanlar var. İstədiyin sözü orada danışa bilməzsən, istədiyin geyimdə orada ola bilməzsən, istədiyin tərzdə orada davrana bilməzsən. Müəyyən qadağanlar var, o qadağanlara o yerdə, məsciddə əməl eləmək lazımdır. Haram aydır Rəcəb ay, yəni müəyyən qadağanlar var bu ayda, haramlar var bu ayda, gərək onları gözləyəsən, o qadağanları gözləyəsən. Haram kəlməsindən də hörmət kəlməsi yaranır. Hörmət, deyib filan kəsin hörmətini saxla, yəni ona qarşı olan müəyyən qadağanlara əməl eləmə. Qadağanlar, böyüyün hörmətini saxla, yəni böyüyünə istədiyin kimi rəftar eləyə bilməzsən. Qadağanlar var. Böyüklə davranışda qadağanlar var, gərək onlara riayət eləyəsən. Hörmətin mənası budur. Rəcəb ayının bir neçə xüsusiyyəti var. Rəcəb ayı əvvəla ibadət ayıdır. İbadət ayıdır. Bütün aylar ibadət ayıdır. Amma niyə Rəcəb ayı ibadət ayı deyiblər? Çünki Rəcəb ayında ibadətin qiyməti daha çoxdur. Məsələn, digər ayda 2 rükət qılıb müəyyən qədər Allahdan savab alacaqdınsa, Rəcəb ayında bu neçə qat çoxdur. Neçə qat çoxdur. Digər ayda da oruç tutmağın yaxşıdır. Savabı var, hər zaman tutsan. 2 gün var, o 2 gün haramdır oruç tutmaq. 1. Qurban bayramı, 2. Fitr bayramı. Ədha bayramı, Fitr bayramı. Bu 2 gündə oruç tutmaq şəriətimizdə haramdır. Bəzi günlərdə məhkruhatı var, məsələn, deyiblər, Aşura günü oruç tutmaq məhkruhdur. Amma digər günlərin hər hansında oruç tutsan, yaxşıdır. Amma Rəcəbdə oruç tutmaq lap yaxşıdır. Niyə? Savabı Allah çox verər. Bu ibadətin dəyərini Allah çoxaldar. Bu sözü həmişə yadda saxlayın. Əgər bir yerdə, bir zamanda, bir məkanda, bir halda edilən işin savabı daha çoxdursa, biləsən ki, onu orada edilən, o zamanda edilən günahın da ağırlığı elə o qədər çoxdur. Məsələn, Peyğəmbərin xanımları haqqında Allah təbarək və Teala yaxşı sözlər deyir. Ki, siz Peyğəmbər qadınısınız, sizə xüsusi hörmət, dünyada, axirətdə belə deyir Allah Quranda. Sonra arxasıca nə deyir? Deyir, amma biləsiniz, siz günah eləsiniz, 2 yazılacaq sizə. Biri hörmətli adamdır, ona çox hörmət olunursa, onun elə xətasına qədər çox cəzalandırarlar onu. Fikrimi verə bilirəmsə, Allah yaxşı. Əgər bu aydakı
bu aydakı ibadətlər, xeyirləməllər, sədəqələr, oruclar, namazlar, sucudlar bu qədər dəyərlənirsə, bu ayda günah da o qədər daha çox ağır olur. Əgər Kəbədə insan möhtərəm sayılırsa, hörmətli sayılırsa, orada elədiyin günah da o qədər ağırdır. Və bu əsas məsələ, bunu həmişə yadda saxlayın. Və bu ayda buyurulur ki, günah digər aylardan daha çox ağırdır. Bağışlanması daha çox çətin olacaq. Deməli, ikinci vəzifə nədir? Bu ayda bacardığımız qədər günahdan uzaq olmaq, nəfsimizi təskiyə eləmək, hətta o bir aylarda kiçik bildiklərimizi də bu ayda tərk eləmək, məkruh bildiklərimizi də bu ayda tərk eləmək lazımdır. Niyə? Mümkündür ki, bu ayda kiçik günah böyük yazılır. Böyük günah bağışlanmaz yazılır. Bu da ikinci məsələ. Üçüncü məsələ. Necə ki, ibadətlərin təsiri Rəcəb ayında çoxdur, onların içərisində də tövbənin təsiri çoxdur. Yəni, tövbə nədir? Qayıdışın təsiri çoxdur. Günahdan tövbə etmək, günahdan dönmək, günahdan Allaha tərəf qayıtmağın təsiri çoxdur. Qapı açıqdır. Bu ayda hər kəs Allaha hansısa əməlindən, xətasından, günahından, cürmündən, məsiyyətindən Allaha tərəf üst tutsa, tövbə eləsə, digər aylara nisbətən tez qəbul olunur. Tez qəbul olunur. Niyə? Çünki xüsusidir. Bir hədisi söyləyim sizə, Peyğəmbər əleyhissalam buyurur, Rəcəbun şəhrullah və şəbanu şəhri və Ramazanu şəhru ümməti. Məşhur bir hədisdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Rəcəb şəhrullah. Rəcəb ay Allahın ayıdır, deyərəm. Şəban ayı mənim ayımdır. Ramazan ayı ümmətimin ayıdır. Bəzən də 3 ay deyirlər. Düz deyil? 3 ay. Bana 3 ay deyirlər. Bir-birinin ardıca gəldiyi üçün 3 aylar deyirlər. Gözəl təşbihlər verə bilər bu aya, doğrudur da. Deyir, Rəcəb ayında, Səfər ayına, Rəcəb ayında, Ramazan ayına səfər götürürsən, səfərə çıxırsan. 3 aylıq bir səfərə çıxırsan və bu ayda tədarükvə başlayırsan ki, mən hara gedirəm? Ramazana gedirəm. Ramazana hazırlığa başlayırsan bu ayda. Alimlərdən yaxşı təşbih də vurublar bu sözlər, misal da çəkiblər. Deyirlər ki, Rəcəb ayında sanki bir toxumu əkirsə, Şabanda cücərdirsən, Ramazanda onun bəhrəsini artıq yeyirsən. Yaxşı təşbihdir. İndi buyurur ki, Peyğəmbər əleyhissalam, Rəcəb şəhrullahdır, Allahın ayıdır. Yəni bu ay təvhid ayıdır. Təvhid ayı. İçini arındıracaqsan, əqidələrini bir də süzgəcdən keçirəcəksən, günahdan paklanacaqsan, istiğfar eləyəcəksən, bu işləri görəcəksən özündə. Hazırlıq işləridir.
Şaban ayında Peyğəmbərə Əhl-i Beytidə qəlbində məhəbbət və itaət yaradacaqsan. İndi bax mənə, Peyğəmbərin sözü bizi üçün nə qədər kəsərli olsa, bizim qəlbimiz ona qarşı nə qədər məhəbbətli olsa, Peyğəmbərin sözü o qədər bizə təsir edəcək. Elə deyil, elə deyil. Peyğəmbər olmaz ha, bitdi. Bunu elə belə olaraq o dəqiqə əməl edəcək. Niyə? Həm sevirik, itaətimiz var ona. Şaban ayında bu məhəbbət içində yaradacaqsan, Peyğəmbərin nübüvvətinə olan etiqadlarını düzəldəcəksən. Etiqadlarını düzəldəcəksən. Dünlə hacı bir şey paylaşdı, Allah onu salamat eləsin. İmam Cəfər Sadiq əleyhissalamı gördülər, qəşş elədi. Qəşş elədi. Soruşdular imamdan ki, imam nə oldu? Dedi, bir ayəni neçə vaxtda zikr eləyirdim. Birdən bu ayənin necə vəhiy Peyğəmbərə vəhiy olunduğunu neynədim? Bütün vücudumdan dərk elədim, tab eləmədim. Salam olsun sənə ya Rəsulallah. O qədər ayələrin əzəmətinə onun mübarək qəlbi necə dözürdü? Mələ ilə danışmaq elə bilirsiniz, bu adi insan bədəni üçün, ruhu üçün asandır. Allah, cahillik olar bunu belə bilsək. Allahın rəsuluna o Allahın vəhisi gələndə ruhu qəbul edirdi, bədəni tab eləmirdi, qəşş edirdi, ürəyə gedirdi. Salam olsun sənə, ya Rəsulallah. Dəvənin üzərində olurdu, dəvə çökürdü yerə. O vəhiyinin əzəmətinə dərk eləmək lazımdır Allahın rəsulunu, dərk eləmək lazımdır ilahi vəhiyinin əzəmətini söz olaraq keçməyinən ki, Quran belə buyurur filan. Yox, böyük deyə bu. İlahi elmdən gələn bir sözdür bu. İlahi təbəqələri keçib Cəbrail gətirib o sözü. Allahın Peyğəmbəri əzəmətli ruhun sahibinin qəlbinə vəhiy olunub o kəlmə. Allahın Rəsulunun heç zaman yalan danışmayan dilindən çıxıb o söz, vəhiy budur. Allah Rəsuluna məhəbbət və itaət Şaban ayında yarad. Ramazan ayında neyim? Allah'ın qulluğunun kamalına yetiş. Özü orada ayda neynə? Kamala yetişdir. Da mümbütləşdirdin o torpağı, kamala yetiş. Bəli, Rəcəb ayı tövbə ayıdır buyurulub. Tövbə ayıdır buyurulur. İmam Musa-i Kazımdan bir hədis buyurulur ki, cənnətdə bir çaydır. Rəcəb cənnətdə bir çaydır. Kim bu ayda bir gün oruç tutsa, Allah onu o çaydan içirər. İndi o çayın əlamətləri var, çay nədir, süt kimidir, belə. Əslində bunlar bilirsən nədir? O çay bildiyin tək maddi çay deyil, mənəviyyat çayıdır. Kim içəcə biləcək o pak çaydan, Rəcəb ayında özünü paklayan? Orucla ruhunu təskiyə eləyən, ona görə deyir, orucdur ruhunu təskiyə eləyən ki, o ayda o çaydan içə biləyəsən, layiq ola biləsən. Çünki orada elə belə deyil. Layiq olmasan o dərəcəyə qalxa bilməyəcəksən. Hər kəs ləyaqəti iləndir. Mən bir hədis oxumuşdum. Deyir, cənnətin özünün gözəl səsləri var. Gözəl səsləri. Sünkar səsi var. Həzə görəsən bir məşədə
Olarsa necə quşların səsi adam gözü. Məhsəs gözü, hətta baxmırsan, gözü yumursan ki, onu dinləyəsən, ruhun dincəlsin. İndi gör cənnətin səsi nə cür nədir? Özünün bir ahəngi var, bir avazı var cənnətin. Hədis deyir ki, Peyğəmbər buyurur ki, hər kəs haram musiqiləri dinləsə, o sözü eşidə bilməyəcək. Deməli, burada qapatmısan özü. Cənnətin özünün 1000 illikdən bir qoxusu var. Filan ayda, filan günah eləsə insan o qoxunun 1000 illik qoxusunu onu nə edə bilməz? Hiss eləyə bilməz. İndi nə edək? Musiqi qulaq asmısan, asmışam. O günahı o ayda eləmişsən, eləmişəm. Eləmişəm. Peyğəmbər də eləmişəm, xəta eləmişəm. Nə edeyim? Sil. Sil. Qulağında probka var ki, onu təmizlə. Onu sil, təmizlə, saflan, paklan. Bəli, Rəcəb ayı istiğfar ayıdır, bağışlanma ayıdır. Peyğəmbər Əleyhissalam buyurur ki, Əkthiru fi rəcəbin minəl istiğfar fə innəllaha qafurur rahim. Bu ayda istiğfarınızı, istiğfar yəni Allahdan bağışlanma diləmənizi, istiğfarınızı çoxaldın ki, həqiqətən də Allah qafurdur və rahimdir. Qafur, bağışlayan, rəhim, rəhmət, mərhəmət eləyən. Bu ayda bunu Allahı ucuna görəcəksiniz. Amma nə edəsən, gəlib bağışlanma istəyirsən. Elə durmuşsan, oturmuşsan, estağfurullah, vay Allah, Allah. Söz olaraq yox, estağfurullah, söz olaraq, elə Azərbaycanda Allah. Bağışla filan günahımı, bağışla filan xasiyyətimi, bağışla məni, etiraf elə. Mən yaxşı davranmıram ailəmlə, mən yaxşı davranmıram dostlarımla. Mən özümlə yaxşı davranmıram, mən özümə zülm eləyirəm. Ay Allah, bağışla məni, Allah mənə hidayət. Elə üçündə danış. Üçündə, lazımdır öyle xüsusən. Biz namaz salasan, məscidə gedir, danış Allahla öz içində, iş bir görə danış. Yervə girəndə danış, yuxudan duranda danış. Bir günah görəndə danış, başqasının günahla dolu bir zamanda yaşayırıq. Hər günah görəndə özün üçün, ay Allah mənə bağışla. Allah mənə bu günahdan qoru. Bəziləri günahı görərlər, günaha meynə eləyərlər. Bəziləri günahı görərlər, aylarlar. Aylar. Günah var, belə günah. Ay Allah bundan qoru məni. Allah həmd olsun sənə bu gün bezünlə əməldən bu günə kimi qorumuşsan, mən bu əməl mənim əməl dəftərimə yazılmayıb. Danış Allahla. Buranı boş saxlama. Buranı susturma. Allahla danış. Yəni düşüncəli. Yəni istiğfar dillə olaraq yox, yönəl. Allaha tərəf yönəl. Qəlbi yönəldi. Qəlbi Allaha tərəf yönəldi. Bəli, Rəcəb ayında mömin səfərə çıxır. Səfər ayıdır. Rəcəb ayında biz qapını döyürük, tıqqıldırıq. Ya Rəbbim, ya Rəbbim, ya Rəbbim, ya Rəbbim, qapını döyürük, aç bizi üçün qapını. Şəban ayında Allah rəhmət eləyib bizi buraxır hara? İçəriyə. Ramazan ayında isə artıq biz Allahın qonaqlığında oluruq. Ramazan ayına elə girməyək ki, birdən aylaq ki, biz Ramazan ayıdır. Mömin belə girməz Ramazan ayına. Bir ailə, ya Ramazan ayı çatdı, Ramazan ayı niyyəti necə eləyib, qüsl aldım, sən o Ramazan qonaqlıqda orada istifadə edin, hazırlıqlı yol, Rəcəbdən başda. Lazım deyil, hər gün oruç tutasan, ayda 3 dəfə tut günə. Bir dəfə də olsa tut, o niyyətlə tut, hazırlıq niyyəti ilə tut. Rəcəbdə, Şabanda bir 5 gün tutarsan. Hazırlaş, ruhunu hazırlaş. Ramazana gedirik, Allahın qonaqlığına gedirik. Elə bir səni bir daha dəvət ediblər.
Böyük bir dənə sevdiyin, böyük deyəndə ki, bizim böyük deyəndə sevgi nəzərdir. O sevdiyin bir adam sənə deyib ki, filan ay gələrsən, 3 aydan sonra gələrsən. Necə indidən fikirləşsən, xəyal qurursan, bunu giyinərəm, onu çıxardaram, belə düzənərəm, belə hədiyyə apararam, belə danışaram, belə oturaram, onunla bu söhbətləri eləyərəm. Necə planlar qurar adam? Ramazan ayı üçün planlar qur günə Rəcəb ayından. Ki Allah qonaqlıqda bu cür olacaq. İnşallah. İnşallah. Bu ayda bilirsiniz də gözəl günlərimiz var bizim. Gözəl günlər var. Məbəs var, Həzrət Əli əleyhissalamın mövlüdü var, Rəcəb ayının 13-cü. İnşallah Allah müvəffəqiyyət eləsin bir yerdə o doğuluşu, o Kəbə oğlunun doğuluşunu qeyd eləyək, söhbətlər eləyək, bir ruhani istifadə eləyək inşallah. Bir dənə də söz deyim, çox uzatmayayım sizin üçün. Rəcəb ayında cahil ərəblər deyər də Allahın haram ayıdır. Müharibə edirdilərsə qılıclarını qoydular yerə. İndi biz hansı aydayıq? Rəcəb ayında. Cahil, müşrik ərəb əgər qılıncını yerə qoyurdusa, sən müminə, sən qiyamətin gününə inanan insana yaraşmaz ki, əlində qılıncla durasan. Dəmir qılıncın yoxdur, dilini ət qılıncı eləmişsən, onu yaralıysan, bunu yaralıysan, onu öldürürsən, bunu öldürürsən, onun qəlbinə deysən, bunun qəlbinə deysən, o uşaq orada, bu böyük orada, bu kiçik burada, işdə belə, evdə belə. Mömin, Allahın Rəcəb ayının hörmətini saxla. Əlinlə, dilinlə, gözünlə bu müharibələri saxla. Bir dənə müharibəyə icazə var bu ayda. Hansı müharibədir? Bəlkə. Nəfsünlə mübarizə. Bir an saxlama onu. O müharibəni, o döyüşü bir an belə saxlama. Bir an belə onunla döyüşü heç saxlama. Amma ətrafla olan bu döyüşlərə nə et? Son qoy. Gördün biri sənə dava eləmək istəyir. Nə Rəcəb ayıdır. Mən uduzdum sənə. Sözsə də səndən ki, sağ ol. Rəcəb ayıdır. Allah, sənin ayının hörmətinə. Mən sustum. Böyüt də özümü. Böyüt. Elə birini toydu, biri içib, sənə başlayır sataşmağa, ağıllı adamlar vardı. Gör ki, sən də bu toya görə susursan. Sabah o toy yeyisi gəlib sənə nə deyəcək? Çox sağ ol, başıma dönüm, böylük elədin. Sən mənim toyumun hörmətinə ona ağız vermədin. İndi gəl onun səhər başına gönlünə oynatsın. Allaha görə səvr eləyək də, dözək Allaha görə. Allahın ayının hörmətini saxlayaq. Bu davalardan, dalaşlardan, dillə danışanlardan özümüzü nə deyək? Qoruyaq Allah ayının hörmətinə. Allah bizi bu ayda hörmətli olanlardan eləsin. Öz yanında, mələklərinin yanında, övliya və peyğəmbərlərinin yanında hörmətli olanlardan eləsin. Bu ayda hörmətli olsaq, duamız tez qəbul olunar. Allah bu ayda etdiyimiz duaları, gələn ay üçün etdiyimiz duaları qəbul eləsin. Xəstələrimizi Allah şifa versin. Müşkülə düşüb çapalayanlar ki var, bilmirik, özü ilə öz arasında, qəlbində çapalayır. Allah bu ayın hörmətinə o qəlbə nəzər eləginə. Ağamız Mövlamız İmam Məhdini salamat eyləginə. Burada olanların qəlbində nə qədər dualar var, gəliblər dərgahı var. Allah o duaları müstəcab eylər.